Hər vaxtınız xeyir olsun, salam aleyküm. İndi bir dənə video baxdım. Deyəsən ölüb yesi, Allah rəhmət etsin. BMW tam yarısından bölünüb. BMW Bavariyanın bir maşınlarındandır ki, Almanın bir maşınlarındandır ki, onu dünya tanıyır. Neçə illərdir meydan sulayır bu maşın. BMW'dir, Volvo'dur, Saab'dır. Bunlar güclü maşınlardır. Onun polu Gafrirov'dur. O udarı qabaq yığır. Mən söyləmişəm də, mən Tümendə yaşayanda mən görmüşəm. Viyadukdan maşın kefli olub yesi. Saxlaya bilməyib maşını, viyadukdan uçub aşağıdan poyezdlər gedirdi. Oturub poyezdin üstünə. 4 nəfər içində sağ qalmışdı. İllə piyan adama bir şey olmadı. Niyə söyləyirəm bunu? Gürcüstandan gələn maşınların 50 deyirəm nağdı, 50-dən bəlkə çoxdur. 3-4 maşından yığılmadılar. Birini qabağından vurublar, birini daldan. Kəsdilər 2 maşından birini. Bu suvarkadır. Sürdükcə bu bilinmir. Ancaq udarda bilinir də. Bu hele böyle maşın ortasından bölünə bilməz, axı sizə qurban. Maşın olanda elə burada da hamısı Gürcüstandan gələn maşınlardır da. Pridelka maşınlardır, Prikitka maşınlardır. Maşın alırsan qardaş. Alıp dostun aşının yoxdur. Keçkinlə 100 manatdan, 200 manatdan belə pul xərcləyirsən. Özünlə bir dənə başı çıxanı götürüb baxsın. Sənə rəva bilsin, ya rəva bilməsin ki, al, alma. Maşın təmizdir ya yox. Ona görə Allah hamını qorusun kim sükan arxasındadır. Birincisi ehtiyatlı sürmək lazımdır. Görün nə boyda sürət olub ki orada. Allah rəhmət etsin, yeri behişdə olsun. Maşını ortadan bölüb. İkinci də ən əsası mən dediyimdir. 2 maşından birini yıxıblar. Bu nağdır, bunun başqa söhbəti yoxdur. Baxıram indi fragmentlərə, orada ağac yıxılıb, maşın əzilib, burada yıxılıb. Hər külək olanda Azərbaycanda biz bunu görürük. Nəyə görə? Neçə illərdir mən göstərirəm məhəlləmi. Axırda bir ağac yıxıldı, yaxşı ki, nə adam yox idi, nə maşın yox idi. Aqradanı sındırdı, məftilləri cəryandır, orada yüksək. Qırdı. Balam, bunlar nəyə gözləyirlər? Bunlar niyə işləmirlər? Nəylə məşğuldur? Gəlin baxın da ara bir quru ağacdır, bunu kəsin aparın da. Elə gərək yıxılsın, birinin maşının bedbaxt etsin, birinin balasının bedbaxt etsin, birinin ailə üzvünün bedbaxt etsin. Bu bir. İkincisi, yaxşı payızda qışda demirəm, hindi göyərtidir də. O balam gedirsən, znak yoxdur. Sağa dönmək istəyirsən. Dönəndə görürsən ki, viyez zaprisyon. Variant yoxdur, sən geri girib dönəsən tras. Görmür də, znakı görmür cəmaat. Yarpaq, mərpaq tutub bunu. Ya da ki gedirsən, məcbursən, sağ tərəflə gedirsən, ha, dönməlisən. Ağaclar çıxıb yolun ortasından. Məcbur gedib soldan maşını düzməyəcəksən ki. Bu da getdi, bal, şəkər, narusheniya, iştiraf, cərimə. Oğlan buna baxmalıdırlar da. Ayna, bu yamalar var ya, o gün Vaşimoyun bazarını göstərdim. Yamaya mən girsəm, mən oradan görünməyəcəm. Bu cəmaat maşına pulu verir, cəmaat texniki sazlığına baxır. Nə qədər amortizator değişərlər, nə qədər şaravoy değişərlər, nə qədər nakonechnik değişərlər. Bakıda maşın sürürsən, elə bir ucqar bir kətdəsən. Üstü belə pul yığılır, milyonlarla pul yığılır. Bunlar hara gedir? Düzəldin də bu yollara qoy, cəmaat rahat sürsün də. Olmadı ki bu. Bərəkət and olsun. Demirsən, adamın ürəyi partlayır. Deyirsən də deyir ki, bax bu xoşu gəlmir. Ay, hər şeydən xoşum gəlir, işimizi işləyir. Sənsə öz vəzifəvi yerinə yetir. O boyda idarəsiz, nəyə baxırsınız? Mən deməli bir dənə ağacı kesmək üçün gedim 5 dənə yerdə ərzə yazım, 8 dənə yerdə qol çəkdirib, sonra da bir il gözləyim ki, kimsə gəlib onu kesəcək. Nə oldu? Bir də obyekt düşürəndə gecə ilə 40-50 dənə ağac kesirsiniz. Bu nə tər olur? Biz rəhmətli Heydər baba demişdi ki, ağacı kəsən mənim qolumu kesir. Necə olur? Lazım olanda kiməsə kəsirsiniz. Biraz vicdanla yaxınlaşmaq lazımdır öz işimizə. Bunu hamı üçün deyirəm. Sağ olun.